Bugün 5 oktyabr 2025-ci ildir. Müəllimlər günümü öz evimin qabağında qeyd edirəm. Buradan videoda çəkmişdim, paylaşmışdım. Bura bizim Quşçular kəndimizdir və bu ərazi Yeni Məhəllə adlanır. Arxamda gördüyünüzdə bizim işğaldan əvvəl yaşadığımız, ailəmin yaşadığı yəni ev olub. Evimizin mənzərəsi çox möhtəşəmdir. Həm bu istiqaməti görsək, evimizin yerləşdiyi ərazi əladır. Evdən çıxırsan, dörd bir tərəfin təbiətdir. Bir də əsas istiqamətimiz elə bizim kəndimizin məşhur qayası olan Qacar qayasıdır. İndi kənd cəmiyyəti buna Qəjil qayası deyir. Və arxamda gördüyünüz əzəmətli qaya mənim haqqımda danışdığım qayadır. O qayaya da belədir ki, buradan yaxın görsənir. Amma gedirsən çatmaq olmur. Keçən ilin iyulunda gələndə yarısına çıxmışdım. Orta hissədən araba yolu deyilən yerdən çıxmışdım. Başa çıxa bilməmişəm. Hələ ki. Onu da saxlayıram növbəti dəfələrdə. Gələndə maraqlı bir yenilik olsun ki, çəkəndə deyim ki, məsəl üçün bugün bunu elədim. Mənim üçün bir müəllim olaraq müəllimlər günü üçün ən böyük hədiyyə elə burada olmağımdır. Evimdə, kəndimdə olmağımdır. Və mən bugün özümü çox xoşbəxt hiss edirəm. Mən üçün elə burada hansı gün olsam, o gün mənim üçün bayramdır. Ben de mənzərə ilə sizi baş-başa buraxıram.